Salam hörmətli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bizim bugünkü mövzumuz adalar və yarımadalarla bağlı olacaqdır. Ümumiyyətlə ada nəyə deyilir? 4 tərəfi su ilə əhatə olunmuş quru parçası adadır. Baxın, məsələn, buradan adicə biz İslandiyanı nümunə göstərsək, görə bilərik ki, hər tərəfi su ilə əhatə olunmuş, yəni suyun ortasında olan bir quru parçasıdır. Və yadda saxlayaq ki, biz adaları mənşəyinə görə 3 qrupa böləcəyik. 1. Materik mənşəli adalar. 2. Vulkanik mənşəli adalar. 3. Mərcan mənşəli adalar. Materik mənşəli adalar əlbəttə ki, əsasən sahəsi daha böyük olan adalardır və vaxtı ikən materiklərin bir tərkib hissəsi olub. Lakin sonradan tektonik qırılmalar vasitəsilə materiklərdən ayrılmışdır. Tektonik hərəkətlər nəticəsində materiklərin əraziləri çökmüş, su altında qalmış və dəniz səviyyəsindən yuxarıda qalan ərazilər isə adalara çevrilmişdir. Materik mənşəli adalara biz bir neçə nümunə ilk öncə göstərsək, məsələn, biz buna Spitsbergen, Frans Yosef torpağı, Böyük Britaniya, İrlandiya, daha sonra digər adalarından Novaya Zemlya, Severnaya Zemlya, Novosibirsk adası, Vrangel adası və yaxud da Hokkaido, Honshu adaları və s. Yəni bu kimi adalar materik mənşəli adalardır. Vaxtı ikən materiklərin tərkib hissəsi olmuşlar, lakin sonradan tektonik hərəkətlər vasitəsilə ayrılmışdır. Həmçinin biz bu adalara tutaq ki, burada Sumatra adası fikir versək, üzr istəyirəm. Biz gördüyümüz kimi burada Sumatra adası, Yava adası, Kalimantan və yaxud da biz Borneo adası deyirik, Sulawesi adası, Yeni Qvineya adası. Gördüyümüz kimi bu adını çəkdiyimiz adalar, daha sonra başqa hansı adalar nümunə göstərə bilərik? Biz burada nümunə göstərə bilərik Grenlandiya adası, həmçinin dünyanın ən böyük adasıdır. Viktoriya adası, Baffin torpağı, Ellesmere adası və s. kimi biz adaları təbii ki, materik mənşəli adalar hesab edəcəyik. Bir daha qeyd edirəm, bu adalar vaxtı ikən materiklərin tərkib hissəsi olmuşdur, sonradan tektonik hərəkətlər nəticəsində adaya çevrilmişdir. Adaların dediyi digər bir növü isə vulkanik mənşəli adalardır. Vulkanik mənşəli adalar əsasən litosfer tavaların hərəkəti nəticəsində, əsasən divergent və yaxud konvergent nəticədə, vulkanların püskürməsi nəticəsində deməli, bu cür adalar yarana bilər. Məsələn, biz bu cür adalara nümunə göstərə bilərik. İslandiya adası, biz bilirik ki, Şimali Amerika və Avrasiya litosfer tavalarının ayrılması nəticəsində okean dibində baş vermiş vulkanların püskürməsi və onların bərkiməsi nəticəsində ada yaranmışdır ki, biz buna tutaq ki, İslandiya adasına vulkanik mənşəli ada deyə bilərik və yaxud da Azor adalarına biz vulkanik mənşəli adalar deyə bilərik və yaxud da biz Kuril adalarına belə deyək, vulkanik mənşəli ada deyə bilərik. Həmçinin biz belə deyək, baxın, burada Aleut adaları, o da yadda saxlayaq ki, vulkanik mənşəli adadır. Həmçinin Havay adaları vulkanik mənşəli adalar hesab ediləcək. Həmçinin biz buradan Galapagos adasını, o da litosfer tavalarının ayrılması nəticəsində yaranıb. Pasxa adası, o da deməli vulkanik mənşəli adadır. Həmçinin biz deməli Afrika ətrafından Vozneseniya adasını nümunə göstərə bilərik. Daha sonra Kerguelen adaların və s. nümunə göstərə bilərik ki, bu adalar təbii ki, vulkanik mənşəli adalar hesab ediləcəklər. Daha sonra biz vulkanik mənşəli və materik mənşəli demək adalarla yanaşı bilirik ki, həmçinin mərcan mənşəli adalar da mövcuddur. Mərcan mənşəli adalar yadda saxlayaq ki, əsasən tropik enliklərdə, daha çox isti ərazilərdə, suyun temperaturu 20 dərəcədən çox olan ərazilərdə, bu da günəş şüalarının düşmə bucağının böyük olduğu ərazilər, xüsusən tropik xəttlərin arasında, xüsusən də tropik enliklərdə deməli mərcan polipləri yaşayırlar və bu poliplərin məhv olandan sonra, öləndən sonra onlar üst-üstə yığılışırlar, bərkləşirlər və adalara çevrilirlər ki, biz bunlara deyirik mərcan mənşəli adalar. Məsələn, biz bu adaları nümunə göstərə bilərik Maldiv adaların. Məsələn, Maldiv adaları bildiyimiz kimi mərcan mənşəli adadır.
və yaxud da Tonqanı biz bu adaların nümunə göstərə bilərik. Həmçinin Marshall adalarının nümunə göstərə bilərik. Baham adalarını və Martinika adalarını biz burada nümunə göstərə bilərik ki, bunlar da demək mərcan mənşəli adalardır. Və s. Yəni bu gördüyümüz kimi biz əsasən adaları mənşəyinə görə 3 qrupa böldük. İndi gəlin sizinlə qitələr üzrə hansı adaların olduğuna diqqətlə baxaq. İlk öncə biz gəlin Avropa ətrafında yerləşən adalara diqqət yetirək. Birinci, baxın, diqqət yetirək, burada Novaya Zemlya adası qütb ətrafı ərazidə yerləşir və Arktik iqlimə malik olan ərazidir, soyuq ərazidir. Həmçinin Frans Yosif torpağı və Spitsbergen adaları və gördüyünüz kimi Frans Yosif torpağı Rusiyaya, Spitsbergen adası isə Norveçə aid olan adalardır. Qütb ətrafı ərazidə yerləşir, Arktik iqlim qurşağında yerləşirlər. İl boyu soyuq hava bu ərazidə özünü göstərir. Jan Mayen adaları, bu da Norveçə aid olan adadır. İslandiya vulkanik adadır və təbii ki, İslandiya ərazisində yerləşir. Farer adaları gördüyümüz kimi Danimarkaya malik olan adadır. Mülayim iqlimdə yerləşir. İrlandiya adasında həm İrlandiya, həm də Böyük Britaniyanın bir hissəsi yerləşir. Böyük Britaniya adasında isə təbii ki, Böyük Britaniya yerləşir ki, bunların hər ikisi mülayimin dəniz iqlim tipində yerləşən və yağıntılar demək olar ki, il boyu bərabər paylanan ərazilərdir. Litosfer təvalarının ayrılması nəticəsində yaranan adalardan biri də Azor adalarıdır və bu da Portuqaliyaya malik olan adadır. Daha sonra biz Zelandiya adasından danışa bilərik ki, bu Danimarkanın paytaxtı Zelandiya adasında yerləşir. Kopenhagen şəhəri, yəni özü əsasən yarımadada yerləşsə də Danimarka, Jutland yarımadasında yerləşsə də paytaxtı Zelandiya adasında yerləşəcəkdir. Həmçinin biz Aralıq dənizi daxilində yerləşən Korsika, Balear, Sardiniya, Siciliya, Krit kimi adalarda qeyd edə bilərik. Bu adalardan Balear adaları yadda saxlayaq ki, İspaniyaya aiddir. Sardiniya və Siciliya adaları İtaliyaya aiddir. Korsika adası Fransaya aiddir. Krit adaları isə Yunanistana aid olacaqdır. Asiyada yerləşən biz adalara diqqət yetirsək, bu adalara gördüyümüz kimi Severnaya Zemlya fikir verək. Severnaya Zemlya, Novosibir adaları, Vrangel adaları, bunlar qütb ətrafı ərazidə yerləşən, qütb işıqlanma qurşağında yerləşən və soyuq iqlim qurşağında, Arktik iqlim qurşağında yerləşən adalardır ki, bu ərazilərdə il boyu şaxtalı hava şəraiti deməli özünü göstərəcəkdir. Biz daha sonra Sakit Okeanda yerləşən Kuril adaları, vulkanik ada, Saxalin, matrik mənşəli adada, həmçinin Yapon adaları da əsas böyük bir neçə adadan ibarətdir. Bunlardan biri fikir versək burada Hokkaido adası, Honshu adası, Shikoku, Kyushu, Ryukyu kimi adalardan ibarətdir ki, bunlar hamısı birləşərək Yapon adalarının əmələ gətirirlər. Həmçinin biz burada matrik mənşəli Tayvan adası, Hainan adasını nümunə göstərə bilərik. Bu ərazinin ən böyük adalarından biri olan Filippin adaları mövcuddur. Filippin adaları yadda saxlayaq ki, 2 hissədən ibarətdir. Şimal hissəsindəki Filippin adalarının şimalına biz deyəcəyik Luzon, cənub hissəsinə isə Mindanao adlandıracağıq. Həmçinin biz bu ərazidə Sumatra adası, Kalimantan və yaxud da Borneo adası deyirik buna, Sulawesi, Java, Bali, Timor, Yeni Gvineya kimi adaları nümunə göstərə bilərik ki, demək, əslində Yeni Gvineya adası əsasən Avstraliyanın qitəsinə aid edilir, amma bir hissəsində təbii ki, İndoneziya yerləşməkdədir. Və bu qeyd etdiyimiz adaların da əksəriyyəti əlbəttə ki, matrik mənşəli adalar hesab edilir. Və Şri Lanka adası Şri Lankaya məxsus elə adadır. Həmçinin burada Sokotra adası var ki, bu da əlbəttə ki, Yəmənə məxsus olan ada hesab ediləcəkdir. Şimali Amerika ətrafında yerləşən adalara biz baxsaq, bunlardan ən böyüyü, həmçinin dünyanın ən böyük adası olan Qrenlandiya adası əksər hissəsi qütb enliklərinə düşür, yəni qütb işıqlanma qurşağına düşür və Arktik iqlim burada özünü göstərir. Şimal hissələrində yaşayış yoxdur, lakin cənub hissələrində müəyyən qədər yaşayış var və yadda saxlayaq ki, Danimarkanın
mülkü hesab edilir. Həmçinin biz burada Newfoundland adasını nümunə göstərə bilərik. Bu da materik mənşəli adadır. Antil, böyük və kiçik Antil adalarına aid olan Kuba adası, Yamayka adası, Haiti, Puerto Rico, Martinika kimi adalar da Şimali Amerikanın əsas adalarıdır. Həmçinin Havay adaları da ABŞ-ın ən əsas adalarından hesab edilir ki, Amerika Birləşmiş Ştatlarına məxsus adadır və vulkanik mənşəli adadır. Cənubi Amerikanın ətrafında yerləşən biz adalara əsasən Galapagos adası nümunə göstərə bilərik ki, bu adalar deməli litosfer havaların ayrılması nəticəsində yaranmış vulkanik mənşəli adadır. Həmçinin Pasxa adası var burada. Odlu torpaq adasını biz burada görə bilərik ki, Odlu torpaq adası materik mənşəli adadır. Materikin cənubunda yerləşir və yadda saxlayaq ki, iki ölkəyə, Argentina və Çiliyə. Qərb hissəsi Çiliyə, şərq hissəsi isə Argentinaya aiddir. Buradan Cənubi Georgiya adaları var ki, bu da İngiltərənin mülkü hesab edilir. Afrikanın ətrafında yerləşən biz əsas adalara bu hissədə Zənzibar adaları nümunə göstərə bilərik. Tanzaniya məxsusdur. Həmçinin Mafiya adaların, həmçinin bu ərazinin ən böyük adası olan Madagaskar ilə təbii ki, Madagaskara aiddir. Komor adaların, daha sonra Maskarena adalarının, həmçinin bu hissədə Müqəddəs Yelena adası. Müqəddəs Yelena adası deməli İngiltərənin mülküdür və okean tipli havaların ayrılması nəticəsində yaranan vulkanik adadır. Bununla yanaşı biz burada Vozneseniya, deməli bu da deməli vulkan mənşəli ada idi və İngiltərəyə aid olan adadır və Yaşılburun adası Cabo Verdeyə aid olan adalardan hesab ediləcəkdir. Həmçinin burada biz Kanar adasını nümunə göstərə bilərik. Bu da İspaniyaya aid olan adadır. Madeira adası isə Portuqaliyaya aid olan adalardan olacaqdır. Biz Avstraliya qitəsi ətrafında yerləşən əsas adalardan Tasmaniya və Yeni Zelandiya adasını göstərə bilərik ki, Tasmaniya adası Avstraliya, Yeni Zelandiya adası isə əlbəttə ki, Yeni Zelandiyaya məxsus adalardır. Bu adalarda materik mənşəli adadır və bu adaların belə deyək, mülayim iqlim və subtropik iqlim bu adalarda hökm sürür. Bir-birinə yaxın yerləşən adalar qövsünə, adalar qrupuna biz arxipelag deyəcəyik. Gəlin dünyanın ən əsas arxipelaglarına baxaq. Bunlardan biri Yapon adalarıdır. Gördüyümüz kimi Yapon adaları bir neçə böyük adalardan ibarətdir. Onlardan birisi görürsünüz Hokkaido'da şimal hissəsində. Bunlardan ən böyüsü Honshu adası, daha sonra Kyushu adası, Ryukyu adası, Shikoku kimi adalardan ibarət olacaqdır Yapon adaları. Bunlar qeyd etdiyimiz ən böyük adalardır. Həmçinin Filippin adalarından danışa bilərik. Filippin adaları da çoxlu adalardan ibarətdir. Lakin bunlardan ən böyükləri şimalında Luzon, cənubunda isə Mindanao kimi adaları var. Həmçinin bunların ortasında Mactan adası və digər böyük adalara biz rast gələ bilərik. Daha sonra biz Malay arxipelagından danışsaq, Malay arxipelagı dedikdə elə Filippin adası və həmçinin böyük Zond adaları və kiçik Zond adaları birlikdə Malay arxipelagını əmələ gətirirdi. Böyük Zond adalarına biz təbii ki, buradan Sumatra adasını, Kalimantan adasını, Sulawesi, Yava kimi böyük adaları nümunə göstərə bilərik. Timor adaları, bu da əlbəttə ki, kiçik Zond adaları və digər adalar, kiçik Zond adaların Bali, Timor kimi adalar da kiçik Zond adalarını əmələ gətirəcəklər və hamısı birlikdə əlbəttə ki, Malay arxipelağı adlandırılacaqdır. Daha sonra Şimali Amerikanın şimal hissəsində biz burada Ellesmere, Devon, daha sonra Banks adası, Victoria adası, Baffin torpağı, bu kimi adaları birlikdə Kanada Arktika arxipelağı adlandıracaq. Daha sonra biz burada Kuba, Yamayka, Haiti, Puerto Rico kimi adalara, həmçinin biz bunlara böyük Antil adaları, onun ətrafında olan kiçik adaları isə kiçik Antil adaları adlandıracağıq. Və bəzi adalar vardır ki, o bir neçə ölkəyə məxsusdur. Məsələn, ilk öncə biz Haiti adasından danışsaq, yadda saxlayaq ki, Haiti adasında həm Haiti, həm də Dominikan Respublikaları yerləşir. Demək, Haitidə oldu həm Haiti, həm də ki Dominikan. Daha sonra biz Avropa ətrafına baxsaq, İrlandiya adası.
İrlandiya adasında da həm İrlandiya, həm də Böyük Britaniyanın bir hissəsi yerləşir. Yadda saxlayaq. Bununla yanaşı biz Cənubi Amerika ətrafında Odlu Torpaq adasına baxa bilərik ki, Odlu Torpaq adasının bir hissəsi Argentinaya, həmçinin biz Borneo və yaxud da buna biz Kalimantan adası deyirik. Kalimantan adasında da 3 ölkə yerləşir: Malayziya, İndoneziya və Brunei. Yəni bu da 3 ölkəyə məxsus olan ada hesab olunacaqdır. Yeni Qvineya adasında isə həm Papua Yeni Qvineya, həm də İndoneziyanın bir hissəsi yerləşəcəkdir. Yarımadalara keçid etsək, yarımadalar deməli 3 tərəfi su ilə əhatə olunmuş quru parçalarıdır. Biz dünyanın ən böyük yarımadalarına baxsaq, bunlardan biri Kola, Rusiyaya məxsus olan Kola yarımadası. Skandinaviya yarımadası var ki, Skandinaviya yarımadasında Norveç, İsveç, Finlandiya kimi ölkələr yerləşir. Jutlandiya yarımadası Danimarkaya məxsus olan yarımadadır. Həmçinin Fransaya məxsus olan biz burada Britan yarımadasını görə bilərik. Pireneya yarımadası, burada əsas 2 böyük ölkə yerləşir: Portuqaliya və İspaniya. Apenin yarımadası, burada əsasən İtaliya kimi bir nəhəng ölkə yerləşir. Lakin digər Vatikan, San Marino kimi kiçik ölkələrə də rast gələ bilərik. Balkan yarımadası, burada da bilirik ki, çoxlu ölkələr var, xüsusən Yunanistan kimi nəhəng ölkələr var. Kiçik Asiya yarımadası əsasən Türkiyə, yəni bu yarımadada yerləşir. Daha sonra Kırım yarımadası, Taman yarımadası kimi yarımadaları görə bilərik ki, bu yarımadalar Avropanın əsas yarımadaları hesab edilir. Asiyanın yarımadalarına keçsək, şimal ətraf ərazilərdə, əsasən qütb ətrafı ərazilərdə yerləşən Yamal yarımadası, Gdansk yarımadası, Taymır yarımadası, Çukot yarımadası, Kamçatka yarımadası, bunlar əsasən Rusiyanın ərazisində yerləşən yarımadalardır. Həmçinin biz burada Koreya yarımadasını nümunə göstərə bilərik ki, burada Şimali və Cənubi Koreya respublikaları yerləşir. Cənubi Çin yarımadası, burada Tayland, Vietnam, Kamboca və s. kimi ölkələr yerləşir. Malakka yarımadasında Malakka ölkəsi yerləşir. Bildiyimiz kimi Hindistan yarımadası, Ərəbistan yarımadası, Ərəbistan yarımadasında da Oman, Yəmən, daha sonra Səudiyyə Ərəbistanı və s. kimi ölkələr yerləşir. Sinay yarımadasında Misirin Asiyada olan hissəsi Sinay yarımadasına düşür. Kiçik Asiya yarımadası bayaq qeyd etdik. Kiçik Asiya yarımadasında əsas böyük hissəsi deməli Asiya qitəsində yerləşməkdədir. Şimali Amerikanın ətrafında yerləşən yarımadalara biz baxsaq, biz burada Butiya yarımadasını, Labrador yarımadasını, Florida, Yucatan, Kaliforniya və Alyaska kimi yarımadaları nümunə göstərə bilərik ki, bu da Şimali Amerikanın ətrafında yerləşən əsas yarımadalara aid olacaqdır. Cənubi Amerikanın əsas yarımadasına Valdes yarımadası, Antarktida materikində Antarktida yarımadası, Afrikada Somali yarımadası, Avstraliyada isə Arnhem Land və Cape York yarımadaları dünyanın ən böyük, ən əsas yarımadalarından hesab ediləcəkdir.